بسم الله الرحمن الرحيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا ونبينا ومولانا محمد وعلى آله وأصحابه أجمعين رب اشرح لي صدري ويسر لي أمري واhlul uqdatan min lisani yefqahu qawlih. Allah Azze ve Celle'nin izniyle Şeyh Abdurrahman bin Hasan Rahimahullah'ın Tevhid Kəlməsinin Mənası adlı risaləsini Şeyh Əhməd bin Ömər Əl-Həzimi Hafizahullah'ın şərhi ilə oxumağa davam edirik. Sonuncu dərsimizdə fitrət əhli haqqında danışdıq. Və qeyd etdik ki, fitrət dönəmi olsa da fitrət əhli deyilən bir şey mövcud deyildir və bu haqda zikr etdik. Bugün də iki mövzudan danışacağıq. Qureyş tayfasının bütlərə ibadətə başlaması və bu ümmətdə şirkin meydana gəlməsi. Yəni bu iki şeyi cəm etdikdə Qureyş tayfasında şirkin necə meydana gəlməsi və bizim ümmətdə şirkin necə meydana gəlməsini cəm etdikdə bu çox mühüm bir mövzudur. Arasını cəm etdikdə şirkin həqiqətini və tövhidin həqiqətini anlamış olacağıq və görəcəyik ki, həqiqətən əsl olan şirkdir. Tayfaların, qövmlərin heç bir fərqi, heç bir əhəmiyyəti yoxdur. Müəllif Şeyh Abdurrahman bin Hasan Rahimahullah qeyd etdi ki, Məkkəyə ilk bütləri gətirən, bütlərə ibadəti yenidən ortaya çıxartdı. Bu hadisə Allah Rəsulu sallallahu aleyhi və səlləmin zamanına yaxın bir vaxtda baş vermişdir. Artıq onlar bütlərə yönəlməklə dindən çıxmışdılar. Bundan əvvəl onlar İbrahimin milləti üzərində idilər. Həmən adam Məkkəyə bütləri gətirməzdən əvvəl Məkkə xalqı İbrahimin dini üzərindədir. Yəni tövhid əhli idilər, müsəlman idilər. O bütləri gətirməklə onları dindən çıxartmışdır. İbn Kəsir Rahimahullah təfsirində buyurur ki, Amr bin Luhay ibn Hey ibn Qama'a, bu kəs Qama'a idi, həmin kəs. Yəni Məkkəyə bütləri gətirən ilk kəs Amr bin Luhay ibn Hey ibn Qama'a idi. Xuzay qəbiləsinin rəisi idi. Cürhum qəbiləsindən sonra Kəbənin gözətçisi o idi. O İbrahim əleyhissalamın dinini ilk dəyişdirən, Hicaz yarımadasına ilk bütləri gətirən kəs idi. O insanlara bütlərə ibadət etməyə və onlar vasitəsilə Allaha yaxınlaşmağa əmr etdi. Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, Amr bin Luhayı cəhənnəmdə bağırsaqlarını sürükləyərkən gördüm. Bu həsi İmam Buxari rəvayət etmişdir. Süleyman bin Abdullah Rahimahullah buyurur ki, Amr bin Luhay Əl-Xuzai qəbiləsinin seyyidi idi. O İbrahim əleyhissalamın dinini ilk dəyişdirən kəs idi. Bundan əvvəl ərəblər İbrahim əleyhissalamın dini üzərə idilər. Yəni Əbu Hüreyra radiyallahu anhu buyurur ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm Əksəm bin Cəmin Əl-Xuzai radiyallahu anhuya belə dedi. Ey Əksəm, Amr bin Luhay Əl-Qam'anı cəhənnəmdə bağırsaqlarını dartıb sürüyərkən gördüm. Sənin qədər ona bənzəyən birini görmədiyim kimi, onun qədər sənə bənzəyən birini də görmədim. Əksəm radiyallahu anhu dedi ki, ey Allahın Rəsulu, bizim bir-birimizə oxşamağımızın mənə zərəri olmasından qorxuram. Allah Rəsulu sallallahu aleyhi və səlləm belə buyurdu. Xeyr, qorxma. Sən möminsən, o isə kafirdir. İbrahim əleyhissalamın dinini dəyişdirən ilk adam odur. Bu hadisi İmam Buxari rəvayət etmişdir. Amr bin Luhay cahil idi. Risalət ona çatmamışdı. Nə Quran nazil olmuşdu, nə də Rəsul sallallahu aleyhi və səlləm gəlmişdi. Amma Allah Rəsulü sallallahu aleyhi və səlləm onun kafir olduğunu bizə bildirdi. Hədisdə dedi ki, sən möminsən, o isə kafirdir. Bu Qureyşdə ilk şirkin meydana gəlmə səbəbidir. Bəs bu ümmətdə şirk necə oldu? Bundan sonra müəllif Rahimahullah, yəni Abdurrahman bin Hasan, bizim zamanımızda yaşayan ümmətin halı haqqında zikr edir. Buyurur ki, bu ümmətə gəldikdə isə şirk əvvəlki müşriklərin arasında çoxaldığı kimi bunların arasında da çoxaldı. Bunlar salih kəslərin qəbirləri üzərində məscidlər tikərək orada ibadət etdilər. Salih kəslərin isimlərini verdikləri türbələr tikib, orada ibadət etməyə başladılar. La ilahə illallah demələrinə baxmayaraq, şirk onların qəlblərində kök saldı və şirki özlərinə din etdilər. Yəni şirk bir dindir, tövhid bir dindir.
Bunlar bir-birindən fərqli dindir. Tövhid ilə şirk bir arada əslə cəm ola bilməz. Yəni bir adam şirk əhlidirsə, ona müsəlman deyirsənsə, sanki iki dini bir yerdə cəm edən kəsə müsəlman deyirsən. Şirk əhlinə müsəlman deyən kəs, şirk dininə tövhid dini, İslam dini deyən kəsdir. Yəni o qədər cahil bir kafirdir. Şirk öz-özlüyündə başlı başına bir dindir. Bu kəlmənin nəf etdiyi şeyi, yəni ibadəti Allahdan başqasına yönəltdilər və ixlas kəlməsinin dəlalət etdiyi şeyi, yalnız Allaha ibadəti inkar etdilər. Şirk Allah Resulü sallallahu aleyhi və səlləm gəlməmişdən əvvəlki ümmətdə yayıldığı kimi bu ümmətdə də yayıldı. Yəni şirk şirkdir. O ümmətin şirki ilə bizim ümmətin şirki eynidir. Sual verilər. Əgər soruşsan ki, bunu necə bilirsən? Yəni o ümmətin şirki ilə bizim ümmətin şirki eynidir. O ümmətdə şirk edənin hökmü ilə bizim ümmətdə şirk edənin hökmü eynidir. Bunu necə bilirsəm? Cavab olaraq deyirik ki, buna iki yöndən cavab verilir. Bir, şirkin həqiqətinin tərifi, Qureyşin olduğu halı bilmək. İki, bir nədir? İki yöndən biri şirkin həqiqətini bilmək. İki, Qureyşin olduğu halı bilmək. Şirkin həqiqətinin tərifi. Əgər sən şirkin həqiqətini bilsən, qəti olaraq tövhidin də həqiqətini biləcəksən. İkinci nədir? Qureyşin olduğu halı bilmək. Allah Əzə və Cəllənin onlara rəddiyə olaraq nazil etdiyi ayələri incələmək və onların əhvalı barəsində verdiyi xəbərlərə nəzər salmaq. Həmçinin sünnətdə, sahabələrin əsərlərində onlar haqqında olan xəbərləri incələmək. Sən bu iki məsələni cəm etsən, onların halı sənə açıq-aşkar olacaq. Sən bu qövmin içində yaşadığın üçün onların halını bilirsən. O zaman hər iki qövmin bənzərlikləri sənə aydın olacaq. Buna da yaxşı anlamaq üçün İbn Qayyim Rahimahullahın Mədaricü's Səlikin adlı əsəri sənə yol göstərəcək. İbn Qayyim Rahimahullah buyurur ki, böyük şirk odur ki, Allah onu yalnız tövbə ilə bağışlayır. Bu şirk isə Allahı başqaları ilə bərabərləşdirmək, onu Allahı sevdiyin kimi sevməkdir. Bu müşriklərin öz bütlərini aləmlərin Rəbbinə tay tutduqları şirkdir. Bəli, bu şirkin həqiqətidir. Qul istənilən bir məsələdə, istər sevgidə, istər qorxuda, istər ümiddə, istər təvəkküldə və s. Allahdan qeyrisini Allaha tay edərsə, artıq böyük şirk etmişdir. Bu şirkin həqiqətidir. Necə ki, bir kəs şərtləri, rukunları ilə bərabər namaz qılarsa, ona musallin, namaz qılan deyirik, onun adının Əhməd və ya Zeyd olmasının fərqi yoxdur. Biz Zeydi digər namaz qılanlardan ayırıb xüsusiləşdiririkmi? Əlbəttə xeyr. Kim şərtləri, rukunları ilə səhih namaz qılarsa, bizim üçün hamısının bir adı var. Musallin, namaz qılan. Amma kim şərtləri və rukunları əksik namaz qılarsa, ona Allah Resulü sallallahu aleyhi və səlləmin dediyi kimi deyirik. Qum fəsalli, fə innəkə lən tusalli. Dön, təkrar namaz qıl. Həqiqətən sən namaz qılmadın. Tövhid də belədir, qardaşlar. Bu bizim üçün bir tərəzidir. Bu hədis bizim üçün tərəzidir. Allah Resulü sallallahu aleyhi və səlləm dön təkrar namaz qıl. Həqiqətən sən namaz qılmadın, dedi. Biz bir kəsdə tövhidin şərtlərini, rukunlarını görmədikdə və ya hər hansı bir şərtin pozulduğunu gördükdə, onun tövhidinin batıl olduğuna, səhih olmadığına hökm veririk. Və ona belə deyirik, dön təkrar tövhidləşdir. Həqiqətən sən muvahhid deyilsən, həqiqətən sən müsəlman deyilsən. Bu iki şey, namaz və tövhid arasında əlbəttə heç bir fərq yoxdur. Hər ikisi ibadətdir. Biz şərtləri yerinə gəlməyən bir kəsə deyirik ki, bu namaz qılandır. Xeyr, deyirik ki, bu namaz qılan deyil, bunun namazı batildir. Bir adam qibləyə yönəlmədən, övrət yerini örtmədən, nəcasətdən təmizlənmədən, niyyət etmədən namaz qılarsa, o kəslə, ümumiyyətlə namaz qılmayan kəsin arasında heç bir fərq yoxdur. O kəs namaz qılan deyil. Biz ona namaz qılan demirik. Eyni tövhid də belədir. Bir kəs tövhid əhliyəm deyir və ya mən müsəlmanam deyir, mən namaz qılanam deyən kəsin bu şərtdə namaz, bu şəkildə namaz qılmasına bax, qıldıqda ona biz namaz qılan demədiyimiz kimi, mən müsəlmanam deyən kəsin tövhidi pozan, şirk edən,
tövhidi ortadan qaldıran əməllərini gördükdə nə deyirik? Dön, müsəlman ol. Dön, muvahhid ol. Sən müsəlman deyilsən. Şirk edən birini gördüyümüz zaman, necə ki namazı batil olan, namazı şərtlərini yerinə yetirmədən namaz qılan birinə sən namaz qılan deyilsən dediyimiz kimi, tövhidi olmayan birinə də eyni deyirik ki, sən müsəlman deyilsən. Yəni bu iki şey, namaz və tövhid arasında əlbəttə heç bir fərq yoxdur. Hər ikisi ibadətdir. Sən namazı batil edən şeylərin nə olduğunu bildiyin zaman, bu şeylərlə namaz qılan birinin namazının batil olduğunu asanlıqla dediyin kimi, tövhidi pozan, şirkin həqiqətini də bildiyin zaman, bir kəsdə tövhidi pozan şey gördükdə, onun tövhidinin batıl olduğunu, muvahhid yox, müşrik olduğunu asanlıqla deyə bilərsən. Allah Əzzə və Cəllə buyurur ki, فَلَا تَجْعَلُوا لِلَّهِ أَنْدَادًا وَأَنْتُمْ تَعْلَمُونَ Allaha ortaqlar, bilərəkdən Allaha ortaqlar etməyin. Bu şirkin həqiqətidir. Allaha ortaqlar etmək. Qul istənilən məsələdə Allaha ortaqlar etdiyi zaman şirk etmişdir. Zamanımızda bu əməli quburilər etməkdədir. Onlar qəbir sahibini ibadətlərdə Allah ilə bərabərləşdirirlər. Onlar qəbir sahibindən Allahdan qorxduqları qədər və daha çox qorxurlar. Qəbir sahibinə olan sevgiləri Allaha olan sevgilərindən daha əzəmətlidir. Biz bütün bunları zamanımızın müşriklərində görməkdəyik. Bu ibadəti Allahdan qeyrisinə yönəltməkdir və şirkin özüdür. Əgər bir kəs ibadətin birini Allahdan qeyrisinə yönəldərsə, kifayətdir ki, müşrik olsun. Bütün bunlar bugün şirk əhlinə, La ilahə illallah dedikləri üçün müsəlman hökmü verənlərə cavabdır. Onlar şirk əhlinin Allahın rububiyyətinə inandıqlarını səbəb gətirərək onları üzürlü görürlər. Gecə-gündüz Allaha şirk etmələrinə baxmayaraq onları üzürlü görürlər. Deyirlər ki, onlar müsəlmandır. Nə üçün? Allaha inanırlar. Halbuki Əbu Cəhil, Qureyş müşriklərinin hakimi, Allah Əzzə və Cəllənin rububiyyətinə bugünkü müşriklərdən daha şiddətlə inanırdı. Allah Əzzə və Cəllə Şuara surəsində buyurur ki, Təlilləhi in kunnə ləfi daləlin mubin. Allaha and olsun ki, onların dilindən, Məkkə Qureyşin dilindən. Deyir ki, Allaha and olsun ki, biz açıq aydın azğınlıq içindəydik. İznusavvikum bi rabbil aləmin. O vaxtı ki, biz sizi aləmlərin Rəbbinə tay tuturduq. Onlar Allahın rububiyyətini etiraf etmələrinə baxmayaraq əzaba düçar oldular. Onlar bugünkü sufilərdən fərqli olaraq ibadət etdikləri Latın, Üzzanın yaratdığına, öldürdüyünə, ruzi verdiyinə etiqad etmirdilər. Əksinə bunların hamısının aləmlərin Rəbbi olan Allaha xas olduğuna etiqad edirlər. Bugünkü sufilər isə öz şeyxlərinin ruzi verdiyinə, öldürdüyünə, şifa verdiyinə etiqad etməklə bərabər müsəlman olduqlarını, Məkkə müşriklərinin isə kafir olduqlarını zənn edirlər. Halbuki Məkkə müşrikləri bunlardan daha üstün və daha fəzilətli idilər. Hər iki ümmət, həm Məkkə müşrikləri, həm bizim ümmət etdikləri şirkin adını şəfaət qoydular. İstər əvvəlki müşriklər olsun, istər zamanımızın müşrikləri olsun, onlar ibadətləri Allahdan qeyrisinə yönəltdilər və bunun adını şəfaət qoydular. Allah Əzzə və Cəllə buyurur ki, وَالَّذِينَ اتَّخَذُوا مِنْ دُونِهِ أَوْلِيَاءَ مَا نَعْبُدُهُمْ إِلَّا لِيُقَرِّبُونَ إِلَى اللَّهِ زُلْفَى Allaha qoyub başqalarını özlərinə dost tutanlar, biz onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik deyirlər. Yəni onları şəfaətçi kimi qəbul edirlər. Allah Əzzə və Cəllə bu ayədə onları yalancı və kafir olduğuna şahidlik etmişdir. Nə buyurdu Allah Əzzə və Cəllə? İnna Allah la yəhdi mən huvə kəzibun kəffər. Allah yalancı kafirlərə doğru yola yönəltməz. Sonra isə onları əsla hidayət etməyəcəyini xəbər vermişdir. İstər bugünkü müşriklər olsun, istər onların sələfləri olsun, yönəldikləri məbudların onlara şəfaət edəcəklərini etiqad edirlər. Bu isə şirkin özüdür. Hansı ki, Allah Əzzə və Cəllə öz kitabında bunu inkar edərək, şəfaətin hamısının Allaha xas olduğunu, onun izni olmadan heç kəsin şəfaət etməyəcəyini xəbər vermişdir. Şəfaət edəcək kəslər isə yalnız Allahın sözündən və əməlindən razı qaldığı kəslər olacaq. Bu kəslər isə Allahdan qeyrisindən şəfaət tələb etməyən tövhid əhlidir. Allahın şəfaət etməsi üçün izin verdiyi kəslər
Allahdan başqasından şəfaət tələb etməyən kəslərdir. İbn Qayyim rahimehullah buyurur ki, sən Allah Resulü sallallahu aleyhi və səlləmin Əbu Hureyr radiyallahu anhuya verdiyi cavabı düşün. Əbu Hureyr radiyallahu anhu Allah Resulü sallallahu aleyhi və səlləmdən soruşdu. Qiyamət günü sənin şəfaətinlə xoşbəxt olan kəs kim olacaq, ey Allahın Resulü? Allah Resulü sallallahu aleyhi və səlləm belə cavab verdi. Mənim şəfaətimlə xoşbəxt olan kəs qəlbində ixlas ilə La ilahə illallah deyən kəs olacaq. Allah Resulü sallallahu aleyhi və səlləmin bu sözü dəlalət edir ki, La ilahə illallah deyən kəslər iki haldadır. 1. İxlas ilə bu kəlməni deyənlər. 2. İxlassız bu kəlməni deyənlər. Sual, şəfaətə nail olanlar kimlər olacaq? Cavab odur ki, bu kəlməni La ilahə illallah kəlməsini ixlas ilə deyənlər. Sual verilir, bəs kimlər məhrum olacaq? Cavab odur ki, bu kəlməni, yəni La ilahə illallah kəlməsini deməyənlər və ya dedikləri halda ixlassız olaraq deyənlər, yəni şirk edənlər, şəfaəti Allahdan qeyrisindən istəyənlər. Müşrik isə Allahdan başqasından şəfaət tələb etməklə şirk etmiş olur. Halbuki şəfaətin keçərli olması üçün 3 şərt olmalıdır. Bu 3 şərt şirk ağacını kökündən yıxan qaydalardır. Birinci şərt, şəfaət yalnız Allahın izni ilə olacaq. İkinci şərt, şəfaət edən də, şəfaət olunan da yalnız Allah sözündən və əməlindən razılığı qaldığı şəxslər olacaq. Şəfaət edən də, şəfaət olunan da kim olacaq? Yalnız Allahın sözündən və əməlindən razı qaldığı kəs olacaq. 3. Allah yalnız tövhid əhlinin sözündən və əməlindən razıdır. Bu 3 şey cəm olmayınca əsla şəfaət heç kəsə fayda verməyəcək. İnşallah bununla kifayətlənək. Allah Əzzə və Cəllə izin verərsə davam edəcəyik. Sübhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə ənt, əstəğfiruka və etûbu ileyk.